Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bugün sizlərlə 2024-cü ildə əmsalsız 95 bal yığan Ayşən Əliyev adlı müdavimimizlə bir veriliş aparacağıq. Bu verilişin formatı ondan ibarətdir ki, bu il imtahan verəcək müdavimlərə həm motivasiya olsun, həm də Ayşən necə bu balı yığdı, necə hazırlaşdı, bu haqda Ayşənlə birlikdə söhbət eləyəcəyik. Xoş gəlmişsən Ayşən. Xoş gəldin. Biraz həyəcanınız var, istəyirik ki o həyəcanımız getsin və yavaş-yavaş suallarımıza başlayaq. Adətən il ərzində müdavimlər bizə sual verirlər ki, Səməddin müəllim, necə oldu yüksək bal yığdı müdavimlər, necə oldu, necə hazırlaşdılar, hansı saatlarda dərs oxudular və s. Düzdür, bu insanlara görə dəyişir, hərənin bir rejimi olur, amma yenə də yüksək bal yığmış bir müdavim olaraq istəyirik ki, Ayşən də bugün bizə öz töhfələrini versin. Ona bəzi suallarımız var və bu sualları yavaş-yavaş vermiş olacaq. Ayşən, sən hansı məktəbdə oxuyursan, neçə bal yığmışsan, bu haqda bir məlumat ver izləyicilərimizə. 95 bal yığmışam 2024-cü ildə. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Sabah qruparında oxumuşam. Hal-hazırda Heydər Əliyev adına liseydə işləyirəm. Əla, lap yaxşı, lap yaxşı. İlk belə başlayaq ki, FES-lə tanışdığın olub və necə oldu ki, FES-i tanıdın, FES kursunu tanıdın? Buyur. Mən dərslərə qoşulmamışdan əvvəl araşdırma apardım. FES müdavimləri mənə sizi məsləhət gördü. Həmçinin özüm də sizin dərslərinizi izlədim və sistemli keçməyiniz, dərsi başa salma metodlarınızı bəyəndiyimə görə sizi seçdim. Çox sağ ol, təşəkkürlər. Yəni Ayşənin təbiəti belədir, ona görə belə yavaş danışır. Elə bilməyin ki, kamera arxasında silahla tutub onu belə danışdırır. Hər şey belə, yəni olduğu kimi istəyirik ki, təbii olmuş olsun. Yaxşı, indi müdavimlər suallar verirlər, o sualları yığmışıq və istəyirik ki, Ayşəni ünvanlayaq. Çünki mən cavab verməyim ayrı, amma Ayşənin özü yaşayıb o hissləri və istəyirik ki, o cavab versin. Hansı aydan dərslərə başlamısan və hazırlaşmısan? Oktyabr ayının artıq dərslərə qoşulmuşam və sistemim belə idi ki, hər günümü bir dərsə ayırırdım. Tutaq ki, bir gün riyaziyyatla məşğul olurdumsa, həmin gün Azərbaycan dilinə artıq yer vermirdim. Çünki düşünürdüm ki, belə onda beynim qarışacaq. Yəni hər gün bir dərs ayırırdın ki, rahat olsun. Ki, rahat öyrənim. Lap gözəl. Metodum belə idi. Yəni bu Ayşənin üsuludur. Məcbur deyilsiniz, siz də həmin üsuluna gedərsiniz. Ayşən üçün hər gün bir mövzu, bir fənn daha rahat olub. Elə müdavimlər ola bilər ki, bir gündə elə 3 fənnə də vaxt ayırıb yaxşı nəticə əldə edə bilərlər. Yəni ancaq düşünməyin ki, mən də deyilənlərə əməl edeyim. Hər insanın psixologiyası, dərsə hazırlaşma metodikası ayrıdır. Yəni Ayşənin sadəcə tövsiyəsi sizə bu formadadır. Yəni dərs rejimi hər günü bir mövzunu, bir fənni ayırırdım və ondan məşğul olmuş olurdum. Sadəcə hər kəs özünə bir diaqnoz qoymalı idi. Mən özümə bu şəkildə bir diaqnoz qoydum. Əla, lap gözəl. Tamam. Bəs Ayşən, özünü necə motivasiya edirdin? Sənə motivasiya verən nə idi? Məni motivasiya edən açığı sizin dərslərdə verdiyiniz bizə motivasiya sözləri, dərslərinizin keçmə keyfiyyəti mənə həm güvən verirdi, həm motivasiya verirdi. Düşünürəm ki, belə hazırlaşanda, yəni niyə də yüksək nəticə toplamayım? Əla, şükür Allah ki, toplamısan. Yəni motivasiya burada hərənin özündən də asılıdır. Biz əlimizdən gələn qədər nəyisə xatırladarıq sizə ki, siz güclüsünüz, bacaracaqsınız və s. Amma müdavim özü-özünə inanmalıdır ki, hər zaman dərsdə dediyimiz bir söz var ki, siz özünüzə inandınızsa, yəni nə olur olsun, inşallah ki, o işdə uğurlu olacaqsınız. Amma özünüzə güvənməyəndən sonra sizə kim dərs keçsin, fərqi yoxdur. Yəni əgər özünə güvən yoxdursa, o işdə bir uğur qazanmaq olmur. Həmçinin mən Səs Akademiya səhifəsində o yüksək ballı müdavimləri görəndən daha da bir motivasiyam. Lap gözəl, bu qəşəng reklam oldu, xoşum gəldi bundan. Yaxşı, ən çox verilən suallar, ay müəllim, onlayn dərslərmi yoxsa əyani dərslərmi? Ayşən, sən bizdə necə hazırlaşmısan? Bu sualları mənə də verirlər, mənə də Instagramda çox yazan olub. Mən onlayn şəkildə hazırlaşmışam. Düzü başda mən də çəkinirdim ki, onlayn necə öyrənəcəm, əyani daha keyfiyyətli olar. Amma ilk aylardan mən bunun sevincini yaşadım ki, yaxşı ki, onlayn qoşulmuşam. Çünki əyani hazırlaşanda düşünürəm, həm yolda itirdiyimiz vaxt, həm həmin gün bizim psixologiyamız, yaşadığımız hadisələr bizim o dərsi necə qavradığımıza təsir edir. Amma onlayn hazırlaşdığımda həmin gün necə hiss edirəmsə, mən ona uyğun planını qururdum. Bəzən orada bir gün ümumiyyətlə dərsə baxmırdım, bəzən orada digər gün özümü yaxşı hiss edirdimsə bir neçə dərsə baxırdım. Ona görə onlayn dərsdə hər kəs özünə görə bir plan qura bilir deyənə düşünürəm ki, onlayn dərs daha keyfiyyətlidir. Əla, bu qəşəng bir motivasiya oldu. Yenə deyirəm, burada məsələ onlayn və yaxud əyani qabartmaq deyil. Sırf onlayn dərsdə uğur əldə eləmərəm düşüncəsində olan müdavimlərə bildirməkdir ki, hər şey öz əlinizdədir. Yəni ən yüksək nəticəni də siz yığa bilərsiniz. Təbii ki, sisteminizi düzgün qursanız, dərslərə təkrar-təkrar baxmaq şansınız da onlaynda daha çox olur. Ona görə yəni üstünlüklər onlaynda əyani qədər, əyanidən də daha çox var. Təbii ki, bu o demək deyil ki, kimsə əyani hazırlaşırsa uğursuz olacaq. Xeyr, hər iki halda hər şey sizdən asılıdır. Yəni
iş rejimindən, dərs rejimindən asılı deyil. Yaxşı, belə bir sual verirlər ki, Ayşəni nə motivasiyadan salırdı? Yəni Məni motivasiyadan salan açığı əvvəlki illərin müdavimlərinin bəzi fikirləri oldu ki, imtahanlar çox çətindir, suallar çox çətin səviyyədə düşür, ildən ilə daha da çətinləşir. Bu il yəni ən pis ildir. Bu rəyləri görəndə, rəylərə də yazırlar, dərslərin altına da yazırlar. Bunları görəndə çox həvəsdən düşürdüm, qorxurdum ki, həqiqətən çətindir. Həqiqətən yəni öyrənmədiyimiz, keçmədiyimiz şeylər düşəcək. Amma ona görə mən açıq o rəylərə baxmamağa çalışırdım. Həmçinin imtahan vaxtları, açıqlanan vaxtlar, sənəd qəbulu başlayan vaxtlar. Onda da insanların belə panikaya düşməsi, təşvişə düşəcək şəkildə rəylər yazması məni həvəsdən salırdı bəzən. Mən də o rəylərə baxmamağa çalışırdım. Düz edirsən, yəni ən yaxşı üsul oldu. Çünki bunu hər il yaşayırıq. Yəni neçə ildir bu işin içindəyik və hər il görürük ki, imtahan qabağı bir panik atak keçirən müdavimlər olur və özlərlə bərabər qrupda olan digər üzvləri də narahat edirlər. Narahat necə? Yəni özlərinə asılı olmadan təbii ki, ay imtahan çətin olacaq, mənə çox çətindir, mən bacarmıram və s. Yenə deyirəm, hər il imtahanda nəticəsi zəif olan müdavimlər də olur. Bu qaçınılmazdır. Hər il imtahanda nəticəsi yüksək olan müdavimlər də olur. Ən çətin ildə belə, ən rahat ildə belə. Yəni elə bir il yoxdur ki, orada yüksək nəticə olmasın. Hər il yüksək nəticə olur. Yəni sən düşün ki, mən niyə o yüksək nəticənin adım orada olmasın? Bunu düşün. Niyə mənfiləri düşünürsən ki? Müsbət düşün ki, mən əgər həmin ildə, məsələn, tutaq ki, MİQ imtahanları üçün, MİQ və sertifikasiya üçün çətin illərdən biri 2023 sayılır, məsələn. Amma həmin ildə belə ən yüksək nəticələr varsa, yəni müdavim toplayıb gedib işə qəbul olubsa və yaxud da istədiyi yerə qəbul olubsa, deməli mən də ola bilərdim də. Yəni bu ilin çətin olmağı o müdavim üçün dəyişmədi ki, o müdavim yenə istədiyi yerə qəbul oldu ki, mən niyə o müdavim olmayım? Belə düşünün. Təbii ki, bilin ki, imtahan çox çətin olanda hər kəs üçün çətin olur. Çox rahat olanda hər kəs üçün rahat olur. Yəni sən yenə eyni yerdə tutursan. Düşünmə ki, mən fərqli yerəm. Əgər həmin il imtahana girmisənsə, yenə ortalama statistikada həmin il imtahan verənlərin bilik səviyyəsi və yaxud da həyəcan səviyyəsinə uyğun olaraq yenə eyni yerdəsən. Ona görə narahat olma ki, ay bu il çətin oldu, o il rahat oldu və s. Onsuz da bu imtahana getməlisənsə və yaxşı nəticə əldə etmək istəyirsənsə, özünü müsbət motivasiya elə ki, mən gedim yaxşı nəticə əldə edeyim. Niyə pis olum ki? Sabah bir gün qeydiyyatın vaxtı açıqlanır ki, falan vaxtda qeydiyyat başlayır. Vay müdavimlər qatır ailəni bir-birinə ki, ay Allah görəsən imtahanlar çətin olacaqmı? Yəni qeydiyyat başlamalıdır bir gün. İmtahanın vaxtı bir gün açıqlamalıdır və sən də o imtahanda yüksək nəticə əldə eləmisən. Burada söhbət yadından çıxdı, özüm başladım danışmağa. Burada bu gün Ayşən danışmalıdır. Yaxşı, Ayşən, 95 bal yığanda hansı hisslər keçirdin? Açığı orada 95 balı kompüterdə görəndə özüm də həyəcanlandım. Bir də sevinç göz yaşları tökdüm həmin anda. Düzü özümdən gözləyirdim. Sadəcə 95 qədər yüksək olacağını gözləmirdim. Çox sevindim. Gitmə evdaşlarla qucaqlaşdım. Lap gözəl, hər zaman sevinəsən. Və bunu nəzərinizə çatdırım ki, çox sual verirlər ki, müəllim, bəs siz axı 99 ballı müdavimdə paylaşmısınız? Bəli, bizim 99 ballı müdavimimiz də var. Amma burada bir məsələ var ki, əmsal məsələsi var. Yəni işləyən müəllimlər, yəni 3 il tamam olmuş və 3 ildən artıq işləyən müəllimlər imtahana girdikdə onların balına əmsal bal əlavə olunur. Yəni təcrübələrinə görə. Amma Ayşən 4-cü kursu bitirən kimi imtahan verib, yəni universitet bitib və imtahanını verib 100 ballıq sistemdə ona artıq əmsal gəlmir. Yəni 100 baldan nə yığdısa onun halalca baldır. O birislər də halal yığır, haram yolla yığmır. Amma onların təcrübəsi onlara əlavə bal qatır. Ayşəndə isə 100 baldan 95 bal yığıb və heç bir əmsal olmadan ən yüksək nəticələrdən biri də Ayşənin balıdır. Bir daha sənə təbrik edirik Ayşən. Keçən il 2023-cü ildə maşın hədiyyəsi qoymuşduq FES Akademiyalara. Ayşən mesaj yazdı ki, o mesajı da indi montajda vaxt olsa buralara bir yerə yerləşdirərik ki, müəllim 5 balla maşından əlimi üzdüm. Mən də həqiqətən inanmadım. Yəni necə deyim, ballar gəlirdi, nə bilim 90 bal, 92 bal və s. Və insan indi hər dəfə ən yüksəyin gözləyir də. Təbii ki, hamınız dəyərlisiniz. 85 bal yığıb da bu dəqiqə işləyən müdavim varsa, o da onun üçün dəyərli baldır, bizə də dəyərlidir. Amma istər-istəməz də insan görəsən ən yüksək nə qədər olacaq. Və Ayşən yazanda ki, yəni yazmır 95 bal yığmışam. Yazdı ki, müəllim 5 balla maşını qaçırdım. Mən deyirəm, şimdi yəqin nömrəmiz çox qruplarda var. Şagirdlər falan bir də görürsünüz zarafatlaşmağa, həmin vaxtı müəllimlərin əsəblərini oynamaq istəyir. Mən də baxdım ki, o bizim qruplarda var və s. Özdə yəni oktyabr qruplarından var, yəni köhnə müdavimlərdəndir. Və yəni həmin il üçün neçə ayda hazırlaşan bir var ki, son aylarda qoşulur, bir də var ki, oktyabrdan dərslərimizədir. Yazdım ki, neçə bal yığmışsan? Dedi, bəs belə mən 95 bal falan. İnanmırdım yəni. Zəng vurdum, soruşdum, gördüm ki, hər şey qaydasındadır və
bizim bu il üçün 2025-ci il üçün hər 3 fəndən, yəni burada bizim bir şərtimiz var ki, hər 3 fəndən FES Akademiyasından hazırlaşan müdavimlərə 100 bal yığanlara 33.333 AZM pul mükafatı qoymuşuq. Yox, əgər 100 bal yığmasaz, yəni Respublika üzrə ən yüksək balı yığmış olsaz, bu zaman 3333 AZM pul mükafatı qazanacaqsınız. Yox, əgər Respublika birincisi də olmasaz, canınız sağ olsun, FES Akademiyada hazırlaşanlar arasında ən yüksək bal yığmış olsaz, 2222 AZM pul mükafatı sizi gözləmiş olacaq. Yəni ən belə deyək də pis halda belə siz FES-də hazırlaşanlar arasında ən yüksək olsanız belə siz yenə mükafat əldə etmiş olursunuz. Həmçinin 90 və 90-dan yuxarı bal yığan hər kəsə 500 AZM pul mükafatı hədiyyəmiz var. Eyni zamanda sertifikasiya imtahanında 60 bal yığan müdavimlərə də 500 AZM mükafatımız var. İndi bəzən sertifikasiyalar inciriş müəllim nə oldu miqlərə 33.000 verirsiniz, bizə 500 manat. Yəni sertifikasiyalar onsuz da inşallah ki o balı yığırlar və yığacaqlar. Yəni miqdə biraz rəqabət və sair məsələlərinə görə, həyəcan məsələlərinə görə problemlər yarana bilər, amma sertifikasiyalar inşallah ən yüksək balı yığacaqlar və 60 bal yığanlara da bu şəkildə hədiyyələrimiz var. Səbəb odur ki, təhsilimizə əlimizdən gələn dəstək olaq, daha da həvəsləndirək sizi və başa düşəsiniz ki, siz artıq yüksək bal yığırsınızsa, yəni siz bizə ödəniş eləmiş olmursunuz, biz sizə ödəniş eləmiş oluruq. Necə ki, Ayşənə o mükafatı vermişik. İndi soruşacaqlar, Ayşən müəlliməyə verdinizmi o mükafatı? Bəli, şəkilləri də burada paylaşacaq ki, inanmırsınız sonra. Və ən vacib, yəni bütün bizim videomuza baxanlara ən maraqlı gələn sual hissəsinə gəldik. Pulu hara xərclədin? Yəni ən maraqlı sual məncə bu olacaq. Bəli, çox sağ olun əvvəlcə mükafatınıza görə. Həqiqətən mən FES Akademi FES Akademi birincisi olduğuma görə mənə də dediyiniz mükafatı verdiniz. Pul mükafatı 2222 manat. Mən işimə yatırdım bu pulu. Daha çox uğur qazanmaq üçün öz üzərimdə işlədim. İnşallah nəticələrini də görərəm. Həyalı, düzgün yerə yatırmısan. Yəni ümumiyyətlə gənc bir kadrsan, yəni 4-cü kursu bitirən kimi də işə başlamısan, bu bizim üçün böyük bir şeydir. Təbii ki, təcrübə zamanla qazanılır. Universitet vaxtı da məktəbə gedib təcrübə qazanmışsınız 4-cü kursda, praktika zamanı deyirlər buna. İndi də yavaş-yavaş puxtələşəcəksən və sənin həqiqətən savadına güvənirik, fəxr edirik ki, Azərbaycan üçün belə bir kadr yetişdirilib. Yəni burada təkcə bizim əziyyətimiz yoxdur. Sənin öz əziyyətin var. İllərdir məktəb vaxtı, universitet vaxtı özünə bazı toplamısan. Biz də sənə istiqamət vermişik. Yenə deyirəm də, bu o demək deyil ki, mən çox yaxşı müəlliməm ki, səni 95 bal yığmışam. Xeyr, burada əziyyətimiz yarı və yarıdır. Yəni hətta bəlkə sənin əziyyətin daha çox ola bilər burada. Mən əlimdən gələn qədər vicdanla sənə dərsimi keçmişəm. Mən yox, bütün FES kollektivi olaraq, təbii ki, burada təkcə özümü tərifləməyim. Bu kollektiv öldürəcək bizi sonra. Yəni hamı əlindən gələn eləyib ki, sən yaxşı nəticə əldə eləyəsən. Yəni tək sənin üçün yox, hər kəs üçün olunub. Təbii ki, indi hər ildə hər kəs yüksək nəticə əldə eləməz. Və bu o demək deyil ki, kimsə aşağı bal yığırsa o savadsızdır və s. Xeyr. Biraz burada şans məsələsi, biraz burada həyəcan məsələsi. Bəli, burada biraz özünü psixoloji olaraq rahatlaşdırma məsələsi də önəmlidir. Yəni ümidini heç kəs üzməsin ki, mən məsələn Ayşənin 95 bal yığdığı imtahanda mən 85 bal yığmışam, mən savadsızam. Xeyr, belə bir şey yoxdur. Sizin yəni yığdığınız hər bir balın sizin üçün dəyəri olsun. Özünüz özünüzə qiymət verin ki, ətrafdakı insanlar da sizə dəyər və qiymət vermiş olsunlar. Son olaraq bizi izləyən müdavimlərə nə məsləhət verə bilərsən ki, onlar da imtahanda yaxşı nəticə əldə eləsinlər? Müdavimlərə məsləhətim odur ki, dediyiniz kimi, burada 50-50-yədir. Ən başda həyəcan olmasın və özünüzə güvənin və çox çalışın. Sadəcə bir şey vurğulamaq istəyirəm ki, o imtahandan çıxanda mən demədim ki, orada yazmadığım 3 sual vardı, 3 sual səhv eləmişdim. Demədim ki, bunu mənə İsaməddin müəllim, Fidan müəllim öyrətməmişdi və yaxud da Qurikulu müəllim öyrətməmişdi. Sadəcə dedim ki, mənim diqqətsizliyim üzündən oldu. Yəni siz burada müəllimlərə tam olaraq güvənə bilərsiniz ki, imtahanda nə düşəcəksə müəllimlər sizə onu öyrədir. Sizin də onu öyrənməyiniz, çalışmağınız lazımdır və imtahanda da özünü idarə etməyiniz lazımdır. Məndə də çox həyəcan olmuşdu ilk suallara baxanda ki, mən bu sualı bilmirəm, bunu keçməmişim, niyə bilmirəm. Amma sonradan özümü toparladım, həyəcanımı topladım və dedim ki, yox, bunu bilirəm, bunu İsaməddin müəllim demişdi. Bəli, elə başladım yazmağa sualları və artıq gördüm ki, sualları yazdıqca özümdə motivasiya yarandı. Müdavimlərə də məsləhətim budur ki, əvvəlcə bildiyiniz sualları yazın. Bilmədiyiniz suallar deyil ki, özünüzü həyəcanlandırmayan. O bildiyiniz sualı yazandan sonra o gələn motivasiya ilə siz ən çətin sualı belə yazarsınız. Dediyim kimi, özünüzə güvənin və müəllimlərinizə tam olaraq rahat şəkildə güvənib bu yolda uğurla addımlayarsınız. İnşallah gələni sizin nəticələrinizi çox sağ ol Ayşən. İnşallah, yəni bu video çox faydalı olar müdavimlərimizə. Təbii ki, hər kəsin öz sistemi, rejimi var. O rejimlə gedərək, dərsinizi oxuyaraq imtahanda yüksək nəticə əldə edə bilərsiniz. Yəni imtahanda qarşımıza çıxa biləcək suallar haqqında deyəndə
bizim yəni standart çərçivəmiz var. ART təbii ki bu çərçivəni paylaşıb. Yəni ibtidai sinif səviyyəsində qarşınıza çıxa biləcək bütün sual tiplərini biz sizə göstəririk. Yəni burada belə bir məqam var ki, biz dərslərimizdə ölkədə olan bütün dərsliklər, bütün kitablar, testlər, hətta xarici ədəbiyyatdan nümunələr, yəni qarşınıza çıxması az da olsa, çox da olsa ehtimal olunan bütün sual tiplərini göstəririk. Yəni burada kimsə düşünməsin ki, mən nə bilim Hüsaməddin müəllim ancaq o sualları işlədir. Xeyr, burada məsələ o deyil. Burada məsələ odur ki, Hüsaməddin müəllim, yəni bu açıq danışır, ibtidai sinif çərçivəsi çox da geniş deyil ki, 9-cu sinif, 11-ci sinif bizə lazım deyil ki. Yəni 4 illik bir baza və təbii ki, 10 illik də bir təcrübə lazımdır ki, həmin sual tiplərinin hansı formada olması ehtimal olunursa, bütün tiplərini yazıb göstərə bilək və bu tiplərin hamısını işlədikdən sonra inşallah ki, imtahanda da yaza bilməyəcəyiniz bir problemli hissə qalmayacaq. Və 2024-cü il imtahanında bir seansda səhv sual var idi, amma Ayşənin həmin seansda deyildi. Ayşənin seansında bütün suallar doğru idi. Yəni birdən düşünərsiniz ki, müəllim 19 düz yazıb, biri səhv sualdan bal verib. Xeyr, bunu da vurğulayıram ki, müdavimlərə daha da motivasiya olmuş olsun. Əmsallı 99 balımız da var, əmsalsız 95 balımız da var. Yenə deyirəm, burada mənim 99 balım var, mən ən yaxşı ölkədəki riyaziyyat müəllimiyəm, belə bir iddiamız yoxdur. Elə bir iddia eləmək də bir məntiqsizlik, uşaq bir beyni olar. Təbii ki, hər kəs əziyyət çəkir, hər kəsin illərlə təcrübəsi olur, yəni və bu təcrübə vasitəsilə öz müdavimlərinə dəstək olmuş olurlar. Harda hazırlaşmanızdan asılı olmayaraq, əsas özünüzə güvənin. Mən İsaməddin müəllim tələbəsiyəm deyə uğurlu oldum, yox. Mən özüməm deyə və İsaməddin müəllim mənə istiqamət verdi deyə uğurlu olmuş oldum. Özünüzə güvənsəz və dayanmadan çalışsaz, ətrafdan gələn mənfi enerjilərə, bunlara fikir verməsəz, inşallah ki, imtahanda da ən yüksək nəticəni əldə etmiş olacaqsınız. İnşallah. Belə, inşallah növbəti videomuzda görüşəcəyik. Bu videonun rəy bölməsinə imtahanda yığmaq istədiyiniz balı və növbəti yüksək bal yığmış müdavimimizə vermək istədiyiniz sualları rəy bölməsinə qeyd etməyi unutmayın. Sağ olun, növbəti buraxılışlarda görüşərik. Hələlik. Sağ olun.